Geceler yazmaq istəyəndə vərəq bezib dilə gəlir. Deyiləm batqlas düşsən də adına min sətir. Nə qədər yazsa da səndən bezməzdi bu qəlbim. Sadəcə əlini tutmaq istərəm mən, əlini mənə gətir. Nə olar bezmə canım, sevgini tut götür gətir. Əllərin üşüməsin deyə əllərini tutub isidərdim. Xəyanət əhli ancaq orada burada sürünməkdədir. Nə olar sürünməyək, biz bilməyək xəyanət nədir. Mən çünki fərqli sevmişəm, düşünmədən özgə yarı. İstəməz nakam qalmaq istəməz bir gecə yarı. Əlində qələm vərəq tutan şair səndən yazdı. Səninlə yazmaq istəyirdi amma səndən yazdı. Nə qədər sevilsə insan, o qədər sevilməzmi bəs? O satıb getdiyin insan da bir gün ölməzmi həvəs? Qayıdıb gəlmək istəsən, qapılar bağlanıb əfsus ki, ömür yoldaşı gedənin yarasına duz basır onsuz. Nə olar qayıt gəl desəm gərək mən özümü öldürüm. Sən hansı sifətlə gəldin, mən hansı sifətdən öpdüm. Qayda qəm başa demə, sən o vaxt başqa cürüydün. Mən səni tanımaq istəyəndə utancımdan ölürdüm. İndi mən yarı sənlə qalmışam və yarı kimsəsiz qaldım. Lil quyusunda necə qalıb Həzrəti Yusif. Sən məni Züleyxa tək sevsən belə sevgi Xudahafiz. Və bir də yazmayacam səndən indi gedə bilərsiz. Əgər ki bağışlasam mən özümü satmış olardım. Qürurum torpaq olardı, ayaq altında qalardı. Sən çıxıb getdiyin gün həyat ağ qaraya boyandı. Dayandı saatdə əqrəb, dayandı dünya dayandı. Sənə görə dünyamı dəyişib hər şeyi alardım gözə. Aldandı saf qəlbim dediyim bir iki xoş sözə. Mümkünsə sevmə bir daha, mümkünsə görünmə gözmə. Mən onsuz hər şeyə dözdüm, bunlar da keçər dözə dözə. Onsuz da sevgi yoxdur deyirəm soruşan hər kəsə. Heç kəsə fikir vermirəm deyirəm nə vaxtsa düzələr. Yalandan ağla bizim üçün denən ki deyilik düzələn. Mən çarə axtaranda sən idin ey bəzənib düzənən. Vərəqin çevirdim amma cırmadım, kitab rəfdədir. 5 dəqiqə otur düşün mənsiz neçənci həftədir. İstəsək düzəldərdi heyf ki Xudahafizləşib. Oturub nə qədər düşündüm günahım hansı səhvdədir. Vərəqin çevirdim amma cırmadım, kitab rəfdədir. 5 dəqiqə otur düşün mənsiz neçənci həftədir. İstəsək düzəldərdi heyf ki Xudahafizləşib. Oturub nə qədər düşündüm günahım hansı səhvdədir.